Azərbaycanın azad edilməsi. Siz 50 dəfə gəlmişəm mən bu bayraqla, bu mərkəzə. Aşağı dönərəm səni. Yaxşı. Ha, yox. Ha, gözünə, amma haqqıdır, Baş çəkilişləriniz də burada, 10 dənə jurnalistim burada. Sizə qurban olum, Azərbaycanın jurnalistləri, Cənab Prezident ölməz liderimiz Ulu Öndər Heydər Əlizoğlu Əliyevin jurnalistləri və qoyduğu qanuna hörmətlə yanaşanlar. Mən Azərbaycanlı olmağımdan fəxr edirəm. Mən ölməz lider Ulu Öndər Heydər Əlizoğlu Əliyevin vətənində yaşamağımdan fəxr edirəm. O kişinin qoyduğu qanunlarla yaşamağa balalarımı, nəvələrimi, gələcəyimi fəxr edirəm. Amma Heydər Əlizoğlu Əliyevin qoyduğu qanun işləmir. Xahiş edirəm, İlham Əliyev bunu eşitsin. Cənab Prezident, sizə qurban olum. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sizə qurban olum. Gəncə şəhərində fakt hakimlərdə, məhkəmədə anarxiyadır. Gəncə şəhər məhkəməsi. Mən 4 dəfə Gəncə şəhər məhkəməsinin sədri Xəqani müəllimin qəbulunda olmuşam. Heç bir nəticə baş verməyib. Əliyev Qürbət 370 min dələduzluqla mənə pul atın, məndən başqa 4 nəfərəm. Və həmin Əliyev Qürbəti Gəncə şəhər prokurorluğuna minnətdaram. Reska prokuror Kamran Əliyevin qarşısında baş əyirəm. Gəncə şəhər polis idarəsinin rəisi Teymur Hacıyevə minnətdaram. Amma onlar işi doğru dürüst və vicdanınla, şərəf ləyaqətindən yerinə yetirdilər. Əliyev Qürbətə cinayət işi qaldırdılar. Və Gəncə şəhər məhkəməsi onu buraxdı. Və buraxdı ki, get barış. Amma barış yox, Gəncə şəhər məhkəməsi ev tutaqla buraxdı ki, get Gülarəni öldür. Hal-hazırda o dediyiniz qurumlar Gəncə şəhər prokurorluğunda cinayət işi açılıb. Açılıb olaraq qurban olun. Cinayət işi gedir. Bəli. Bəs sizin yox, getmir. Yoldaş jurnalistlər. Gəncə şəhər prokurorluğundan və polis idarəsinin istintaqdan çıxıb onlara qurban olum. Onlar şərəf ləyaqətən işini aparıb. Məhkəmə gedir küllü miqdarda 370 min birinə, 130 min dollar birinə, 15 min manat bir qadına, Eynullah Kərimov Səfəbdə bir neçə qadına dələduzluq eləyən Qürbət Əliyevi küllü miqdarla bunlar buraxıb bir aylıq Gəncə məhkəməsinin bir aylıq biri tutur. Operasiya məhkəməsi ev tutaqla buraxır. Qılçasında bilərzi yola məni götürür. Yoldaş jurnalistlər barışmaq adıyla, gəl pulunu verəcəm adıyla. Məhkəmə yekunlaşıb Qürbətin qərarına çıxardır. Xeyrinə çıxardır. Və mənə də deyirlər ki, yəni dələduzluğu sübuta yetmədi. Yetirdi. Gör nəyi sübuta yetməyib. Gəncə şəhər məhkəməsi ev tutaqlığına buraxdı. Amma ev tutaqlığına buraxandan sonra qolunda bilərzik olduqda mənim jurnalistlərim, sizə mənim canım qurban, mənim ürəyim qurban. Ali, bax, burada mən disk gətirmişəm sizə. Mən Azərbaycanın sübutunu gətirmişəm. Gəncə şəhər məhkəməsi. Bax, mənim disklərim var. Əliyev Qürbət, bunu məhkəməyə verirəm. Gəncə şəhər məhkəməsində Liza xanım, bax, bu diskə baxır. Diskdə Qürbət Əliyev məni itələyir. Boğur maşından yerə salır. Barışmaq adından məni götürür. 250 minini verəcəm. Yerində qalan notariusun icazəsi ilə, yəni hissə verəcəm. Və buna baxmayaraq Gəncə şəhər məhkəməsi qolunda qandalalı olan məni boğub atmağı kameralar sübut eləyir. Mənə deyir ki, özün atmısan. Mən özüm atmışamsa bura kim niyə gəlib çıxıram? Yaxşı, Əliyev Qürbət rolda oturub. Qolunda qandalalı olan mənlə onun işi nə idi? Niyə barışmaq niyyəti var idi? Hakim kim idi? Hakim Liza Xanməmmədov. Ova, yoldaş jurnalistlər, əgər Əliyev Qürbət təmiz niyyətlə mənim barışmaq niyyətindən maşına mindirib də məni pul vermək adına aparırdısa, niyə vermədi mənim pulumu? Aydın məsələdir, məni öldürüb də 370 mini batırmaq istəyirdi və məni aradan götürmək istəyirdi. Məni boğum bu dəqiqədə adam azadlıqda gəzir. Gəncə şəhər məhkəməsi anarxiyadır. Qardaşım, bacım, ağlayıram, yalvarıram, dəli deyirlər. Ağlayıram, həyasız deyirlər. Özümü intihar eləyirəm, boğuram, deyirlər, dəli deyiləcəm, dünəndən öl. Gültəkin xanım, Bəli. İstintaq zamanı adını dediyiniz o qürbətə cinayət işi açılmışdır. Bəli. Dələduz kimi də həmən iş məhkəməyə təqdim edildi. Bəli. Məhkəmə qürbətin xeyrinə qərar çıxartdı, yəni. Bir aylıq sonra da ev tutaqlığı. Sonra da ev dustaqlığı. İndi də hal-hazırda bizi, məni boğub ev tutaqlığına buraxandan sonra güya barışmağa. Barışıq adından məni maşına götürdü, məni maşına apardı, maşına atdı, Xanım, video kamerası. onları bildik biz. Məhkəmənin nəticəsini deyim biz. Məhkəmə fakt deyirəm, qardaş, Ev bacı dustaqlığı. xanım ev tutaqlığına buraxdı. Ali məhkəməyə müraciət eləmisiniz? Eləməmişəm, hüquq şurasına 4 dəfə gəlmişəm, yalvarmışam. Ali məhkəmə 2 dəfə getmişəm, deyirlər
İnan demirəm İman bizə. Kərimov. Baş əyirəm, minnətdaram. Böyüyümüzdür, haqq ədalətdir. Bizim talihimiz onların əlindədir. Yoldaş jurnalistlər. Götürmüşəm deyirlər qəbul eləmirlər. Talehi öz əlindədir. Buyur. Bilmirəm, deyirlər qəbul eləmirlər. İndi də jurnalistlərim sizə qurban olun, başınıza dolanım. Mənim işim istintaqım gedir. Müşfiq müəllim. Otağına girirəm, mənə qışqırır. Və yaxud da ki, həmin Gəncə şəhərdəki istintaq bura gəlib. Və yaxud da ki, Rövşən müstəntiq mənə deyir ki, sən o birisi 6 dənə məndən başqa şikayətçilər gəlir. Hal-hazırda Məhkəmə Hüquq Şurasının qarşısındadır. Məhkəmədən də şikayətim var. Məhkəmə ilə polis idarəsi polisdən olan şikayətinə Məhkəmə Hüquq Şurası baxır. Mən hüquq Hal-hazırda məhkəmədən nə şikayətim var? Məhkəmə Hüquq Şurasının qarşısındayım. Buyurun, qəbula gedin bizlə bərabər. Mən deyim, bir də sizdən bir xahişim var, yoldaş jurnalistlər. Mən Gəncə şəhər Naprasiya məhkəməsinə öz dərin minnətdarımı bildirirəm. Gədəbəy rayonunun Gəncə şəhər məhkəməsi imkan vermir. Necə yəni? Bax, mənim bu diskim var mı? 3 gün yalvarıb bu diski almışam. Qərarda çıxardıb ki, heç bir yerə şikayət verə Bəli, bilməzlər. olanmaz. Qərarı da təqdim eləmişəm və qərar əlimdədir. Və yaxud da ki, Abşeron istintaqı da mənim işimə düzgün. Müşfiq müəllim məni otağından qoyur, çığırır. Mənə deyir ki, Qürbət Aliyev nə desə sən təsdiqlə. Niyə? Niyə qardaş? Mən zərər çəkmişəm. Mənə deyir ki, səni tutacağıq özünü. Çox bağırıb çığırıb özünü içəri ataram. Yoldaş Müşfiq müəllim, məni niyə içəri atırsan? Mən zərər çəkmişəm, pulumu tələb eləyirəm. Və Qürbət Aliyev də məndən başqa 3 dənə qadın şikayətə gəlir. Qürbət Aliyev onu qəbul eləmir. Müşfiq müəllimlə Rövşən istintaqın müstəntiqi qəbul eləmir. Ay bacılar, qadan alın, mənim işim Abşeronda baxılmağına etiraz edirəm. Xahiş edirəm, Daxili İşlər Nazirinə baxılsın. Xanım, o hal-hazırda Məhkəmə Hüquq Şurasında danışacağınız bir şikayət deyil. İndi Məhkəmə Hüquq Şurasından nə şikayətiniz var məhkəmədən? Təqdim edin sübutlarınızı. Sübutlarımı təqdim edirəm və səs yazmalarımı təqdim edirəm. Xahiş edirəm ki, mənim göydə Allah xatirinə, yerdə bayrağımız xatirinə, Cənab Prezident ölməz lider Ulu Öndər Heydər Əlizoğlu Əliyevin qoyduğu qanun xatirinə Mehriban xanım sizə yalvarıram ana kimi, bir Azərbaycan qadını kimi. Mən bunu efirə verəcəm, jurnalistlərimin və vəkilimin icazəsi ilə bir səs yazmasını da verəcəm. Qürbət Aliyev deyir, məni buradan çıxar qardaş, Qərif. Qardaşı Qərif Aliyevə deyir. 100 min verib Gültəkin Göçəlinin özünü içəri bastıracaq. Həmin səs məndə var, sübut edirəm 10 milyon ahaliyə. Məhkəməyə təqdim etmədiniz? Etmişəm, heç bir diskim oxumayıb, səs yazımı oxumayıb. Məhkəmə bir tərəfli baxır, Gəncə şəhər məhkəməsi pulla baxır. Varla baxır, bilmirəm nə ilə baxır, Allahı bilsin, özü bilsin. Amma Liza xanımla 10 dəfə xahiş edim ki, ay kişi, mən jurnalistlərim, Cənab Prezident, mən diskə baxıram, məni yıxır, təliyir. Mənim burada qeyri-obyektiv işim olsa, qrexim olsa, 10 milyon ahali, mən bu diski 10 milyon ahaliyə hüquq şurasına, ali məhkəməyə təqdim edərəmmi? Baxın, burada məni açıq aydın təlif yerə yıxır. Bu skor belə burada yoxdur, skor niyə yoxdur? Təcrüyat mənim oradan qanlı götürür, məni aparır təhqiqatla Kəpəzin polisinə, Tural Hacıyevə, nə lazımdır, məhkəməyə nə lazımdırsa, xeyrinə onu çıxardıblar diskə. Mən deyirəm ki, Qürbət Aliyevə, Qərif Aliyev gətirdi məni qardaşı Qürbət Aliyevin maşınına, Gəncə şəhər baş polis idarəsinin qabağında mindirdi. Xahiş edirəm, o kameradan çıxsın. Mənə deyirlər ki, yox, Gəncə şəhər baş polis idarəsində kamera yoxdur. Azərbaycan xalqı necə Gəncə şəhər baş polis idarəsinin qabağında kamera olmuş? Siz Məhkəmə Hüquq Şurasında olmuşsunuz burada qəbulda. 2 dəfə olmuşam, Fuat Sizə nə cavab veriblər? Hə, Fuat Bəyaz da bir yaxşı oğlum var. Nə cavab veriblər? Yaxşı cavab veriblər, məni yaxşı qarşılayıblar. Hansı müsbət halı alınır? Amma hələ bir müsibət halı yoxdur, yəqin ki, ora tapşırdım. Amma məni yaxşı qarşılayıblar. Mənə düzgün, Fuat bəy mənə gözəl qarşılayıb, gözəl yola salıb, gözəl də mən ağlamışam, məni kiridib, özümdən getmişəm özümdən. Amma mən bir dənə, mənə maddi bir dənə Gəncə şəhərinə təsir olmuyor. Olmuyor. Mən burada, mən şəhər böyütən adamı deyiləm ki, burada şəhər adamı. Girmişəm, qarşılayıblar. Böyüklər yox, birinci mərtəbədə Fuat müəllim. Qəbula yazan, qarşılayıb. Amma bir xeyrini görməmişəm. Mən, bax, bu deyil, gəlin buradadır, bax, kabinet. Xanımı yenə qəbul edirlər. Hə, edir birinci mərtəbə. Hə, gedin, yox, biz orada içəridə girib çəkiliş eləmək icazəmiz yox, gedin. Mən xahiş edirəm sizdən, Hüquq Şurası Kərəm müəllimə çox yalvarıram. Kərəm deyirək ki, inamdır. İmam Kərimova. İnam Kərimova çox yalvarıram və burada da var, böyük var, balasına qurban olduğum Kərəm müəllim, Kərəm müəllimə də qurban olum. Mənə haqqı ədalətlə baxsın bu işimə. Ölür günlə, bunlar məni tutturacaq, bilirəm, pulla.
Pulla bilirəm. Bunu eşidəcəksiniz jurnalistlər, evlatlarım yanında sizə deyəcək. Amma ölsəm də, qanım axsa da, tutulsam da, axıra kimi Azərbaycanın, mən hüquqi devlətdə yaşayıram. Hüquqi devlətdə yaşayıram. Heydər Əliyevin qanunundan dönməyəcəm. Azərbaycanlığından dönməyəcəm. Hüququmu tələb eləyəcəm. Mən tuttursalar da, öldürsələr də, mən necə ki qürbət öldürürdüm. Mən hüququmdan dönməyəcəm, qanunumdan dönməyəcəm. And içirəm Allaha. Bu dəfə baxılmasa özümü Koroğlu məsələn köprüdən atacağım. Özümü tahir eləyəcəm. Bax dəfələrlə dərman içirəm deyirlər dəlidir. Özümü asıram deyirlər ki, Ayşə artistlik eləyir. Ağlayıram və mən nə edeyim? Kimə deyim ay cəmaət? Siz kamera qarşısındasınız, elə təhdid edici sözlər danışırsınız. Yox, mən özümü deyirəm. Qəbula gedin, biz sizi burada gözləyirik. Xahiş Qəbula edirəm. girin. Sizdən bunu işıqlandırın. Sizin hər biriniz cənab prezidentin köməkçisi sağ əlisiz. Artıq efirdədir. Bəli, sağ əlisiz. Azərbaycan prezidentinin siz jurnalistlər sağ əlisiz. Çünki cənab prezidentim yazığın xəbəri yoxdur, ona qurban olum. Xəbər olmadığını çatdırırsınız onlara. Ümidimiz sizə göydə Allaha prezidentədir. Xahiş edirəm.